Hər vaxtınız xeyir olsun, hamınızı salamlayıram. Məzuniyyətdə olduğum üçün bu aralar vaxtım olur, arada bir belə videolar çəkirəm. Keçmişə aid xatirələrimi canlandırıram və sizlərlə paylaşıram. Bugün yenə məktəb illərimə aid bir xatirəmi sizinlə paylaşacağım. Mən 7-ci sinifdə oxuyuram. Mən əvvəlki videolarımda və kitabımda da bu haqda məlumatlar vermişəm. Mən 7-ci sinifin yarısına qədər öz kəndimizdə, yəni Laçın rayon Alğulu kənd 8-lik məktəbində 7-ci sinifin yarısından 10-cu sinifi bitirənə qədər isə Laçın rayon Pircahan kənd orta məktəbində oxumuşam. Bunun səbəbi haqqında indi danışmayacağım. Bu uzun söhbətdir. Onun haqqında Ömür Yolum kitabında bəhs etmişəm, danışmışam. Ola bilsin ki, bəzi videolarında da bu haqda məlumat vermişəm. Demək, 7-ci sinifin hardasa aprel və ya may aylarıdır. Mən Pircahanda oxuyuram. Dərslərimə də pis oxumurdum o vaxtlar. Yəni, belə deyək də, əlaçı sayılırdım. Xüsusilə bəzi maraqlı dərslər vardı ki, mənim üçün maraqlı dərslər, o dərslərdə çox yaxşı idim. Bunlardan biri də kimya dərsi idi. Kimya dərsini mənə kəndimizdə təməlini mənim sevimli müəlliməm, Brilyant müəllimə qoymuşdu. O çox gözəl bir müəllimidir, çox gözəl dərs anlatırdı, çox gözəl insandı. Allah ona uzun ömürlər versin, Brilyant müəllimə. Bu Pircahanda da eyni dərəcədə, eyni səviyyədə dərslərimi oxuyurdum 7-ci sinifdə. Dərsdə belə deyək ki, fərqlənirdim. Pircahanda bizim kimya müəllimimiz, Pircahan kənd orta məktəbinin kimya müəllimi, Allah rəhmət eləsin, Famil müəllimdir. Çox savadlı, çox ciddi bir müəllimidir. Biraz da uşaqlar zəhimli idi, uşaqlar ondan qorxurdu. O cümlədən də mən, yəni səhv üstə və ya dərs oxumamaq üstə vura bilərdi, vururdu da arada bir. Ona görə biraz zəhimli idi. Uşaqlar dediyim kimi kənddə hamı ondan qorxurdu, müəllimdən. Amma bu müəllim belə deyək, onlar əslində çox gözəl bir ailə idi. Onun Famil müəllim qardaşları mənim atamı da olduqca çox istəyirdilər. Çünki Famil müəllimin anası, Allah rəhmət eləsin, Minə xala gözəl insan idi. Atama da dayı deyirlər. Dayı deyirlər və doğrudan da mehriban adamdılar. Allah Famil müəllimə, İsmailə rəhmət eləsin. Faiq yaşayır, Allah ona uzun ömür versin. O biri qardaşları mən tanımıram. Mən tanıdığım bunlar idi. Bir gün biologiya dərsindəyik. Bizim yenə hörmətli müəllimimiz Nalə müəllimə, həm də bizim dərs hissə müdürü idi o vaxtlar. Nalə müəllimənin dərsindəyik. Mən 7-ci sinifdə dediyim kimi oxuyuram. Hardasa aprel aylarıdır və ya may ayının əvvəli. Qapı döyüldü və dərsin ortalarıdır hardasa. Qapı döyüldü və 10-cu sinifdən, 10-cu sinifdə oxuyan oğlanlardan biri müəlliməyə dedi ki, müəllimə, Famil müəllim Rızanı çağırır, ona icazə verin, mənimlə getsin. Nalə müəllimə də heç səbəbini soruşmadan dedi, hə, Rıza, gel. Çıxdım, mən bu oğlanın dalınca gedirəm, amma oğlan qapqara qaralıb, heç nə demir, niyə çağırır, nəyə görə? Mən də açıqlı soruşmuram heç. Bu oğlanın arxasınca getdik, kimya kabineti bizdə o biri korpusdaydı. Pircahan kənd orta məktəbində, köhnə binada bir vardı, lap köhnə bina, qədim bina. O böyük bina. Bir də sonradan bir korpus dikilmişdi, orada 4 kabinet vardı. O kabinetlərdən biri də kimya kabinetidir. Neyse, gəldik o kabinetə, o böyük korpusdan biraz aralıdaydı. Bu oğlan gedir, arxasınca da mən gedirəm. Mən də belə fikirləşirəm ki, görəsən, nə səhv eləmişəm ki, Famil müəllim çağırır, açıq biraz da qorxuram belə. Görürəm ki, həm də oğlan qapqara qaralıb. Neyse, oğlanın arxasınca getdik, qapını döydü, girdi içəri. Mən də içəri girdim. İçəri girdim ki, sinifin demək olar ki, 80%-i lövhənin qabağında düzülüb. Famil müəllim də oturub öz yerində. Bunlara baxır belə ciddi, sərt ifadə ilə. Dedi ki, Rıza, bilirsən səni niyə çağırmışam?
Dedim xeyr müəllim bilmirəm. Dedi bu lövhədə də 3 dənə kimyəvi reaksiya yazıb. Onların əmsallarını düzəltmək lazımdır kimyəvi reaksiyanı. Mən də dediyim kimi o vaxtlar kimyaya marağım da vardı. Qeyri-üzvi kimyaya çox mənə maraqlı gəlirdi. Yaxşı da oxuyurdum. Mən də təbaşiri götürdüm. Tez bir şəkildə birinci reaksiyanı düzəltdim əmsalların, ikincini düzəltdim. Üçüncüdə maddənin biri ammonium. Onu üzvü kimyadandı. Onu keçmədiyim üçün orada qaldım. Onun valentliyi yadımdan çıxdı. Bilmirdim daha doğrusu. Ora çatanda dedi, hə, bəsdir. Onu eləmə, onu sən keçməmisən. Bu ikisinin əla. Elədi. Sonra çöndü bir bu lövhənin qabağında dayananlara. Baxın, bu uşaq 7-ci sinifdə oxuyur, siz 10-cu sinifdə. Hə, bunları bir danladı belə əməli başdan. Uşaqlar da mənə belə qəzəblə baxırlar. Elə bil ki, bunların dərs bilməmələrinin günahkarı mənəm. Hə, 10-cu sinifin uşaqlarıdır bunlar hamısı. Mən 7-ci sinifdə. Sonra bunları bir xeyli danladıqdan sonra üzünü mənə çevirdi, dedi, Rıza, hazırlaş, bu il məktəbimizi kimya olimpiyadasında sən təmsil edəcəksən. Hə, mən sonra dedi ki, hə, gedə bilərsən. Gəldim, çıxdım sinifdən çıxanda of dedim, bir rahatladım. Mən doğrudan qorxmuşdum ki, görəsən nəysə səhv eləmişəm. Fahmi müəllim məni cəzalandıracaq. Gəldim sinifə. Bax belə bir hadisə olmuşdu. Bir dəfə də yenə rəhmətli Fahmi müəllimlə bu dəfə artıq bir negativ bir hal deyəcəm, sizə danışacağım. Demək, Fahmi müəllim bizim həm də hərbi hazırlıq müəllimimizdir. Məktəbdə çox ciddi belə doğrudan boyu çox hündür olmasa da boyu buxunu, amma çox səliqəli belə hərbiçi, belə deyək ki, hərbiçi boy şeyi vardı. Gedişi, hərbiçi duruşu. Bizə hərbi hazırlıq dərsi deyildi. Yenə hərbi hazırlıq dərsindəyik. Böyük korpusun qabağında aşağıda. O Pircanında oxuyanlar yadına düşəcək. Biz orada başlayardıq, orada düzlənərdik. Düzlənmişik orada. Bizə gediş öyrədir, addımlamağı öyrədir, hərbi addımlamağı, nizamı. Biraz getdik, qabağa getdik, döndük arxaya. Birdən gəldi, indi yerimizdə ayağımızı irəli addımla, amma yavaş addımlarla. Bu belə gəlir bir qabaqdan. Mən də hardasa qabaq cərgələrdə durmuşam. Bilməm, bəlkə birinci, ikinci və ya məndən bir-iki uzun boylu vardı. Mənə çatanda ayağımı qaldırmışam, amma görünür ki, o istədiyi səviyyəyə qaldırmamışam da. Ayağımın altından bir təpik vurdu belə, yuxarıya doğru. Mən təbii aşmadım, amma ayağım biraz ayaqqabıma vurdu da, hiss elədim. Sonra belə baxdı, yenə ciddi dedi, bilirsən sənə niyə vurdum? Dedim, xeyr müəllim, bilmədim. Dedi, bu dərsi sən hamıdan yaxşı öyrənməlisən. Çünki mənə bu dərsi sənin atan öyrədib. Mənə hərbini sənin atan sevdirib. Sənin atan mənə öyrədib bunları. Avtomatdan tutmuş addımlamağa qədər. Ona görə sən bu uşaqların hamısından daha yaxşı bilməlisən. Amma sənin bu addımlama və sair hərəkətlərin məni qane eləmir. Deməsən, mən sonra gəldim axşam evə, deyirəm ki, ata, Fahmi müəllim belə deyir. Deyir ki, mənə hərbi hazırlığı. Deməyəsən buna, atam o vaxtlar, əskərdən bilirsiniz də, atam yarı hərbiçi idi. Tbilisi hərbi artilleriya məktəbində 3 il oxumuşdu atam. 3-cü kursdan onu xaric eləmişdilər babama görə. Atam buna o vaxtı, bu hələ orta məktəbdə oxuyanda, o vaxtlar atam buna hərbi dərsi deyibdi. Ona görə mənə deyir ki, sənin atan öyrədib mənə və sən bunlardan üstün olmazsın. Bax, belə bugün mənim sevimli müəllimim, Fahmi müəllim haqqında belə 2 xatirəmi danışdım. Allah ona qəni-qəni rəhmət eləsin. Həmişə rəhmətlə anıram, rəhmətlə xatırlayıram. Çox savadlı müəllimdir, çox ciddi müəllimdir. Onu da deyim ki, həmin axşam onun səhəri gündüz atama zəng vurar. Dayı yenə həmişə kimi xoş əhval fələndən sonra deyir, dayı, axşam dünən Rıza məndən şikayət eləmədi ki, atam deyir ki, yox. Düzü də mən o vurduğum filan atama deməmişəm. Dedi ki, dayı dünən ona bir balaca ayağına təpik vurdum.
hərbi dərsində yaxşı addımlaya bilmirdi. Dedim bəlkə sənə şikayət edib. Atam deyir ki, yox, lap yaxşı eləmisən, vurmusan. Əlinin içindən gəlib. Dərsini oxumursa, dərsinə yaxşı çalışmırsa, əlbəttə vuracaqsan. Belə dediyim kimi atam onun xətrini çox istəyirdi, o da atamın xətrini çox istəyirdi. Allah hər ikisinə rəhmət eləsin. Bu vəsilə ilə Famil müəllimin timsalında bütün müəllimlərimə, dünyasını dəyişmiş müəllimlərimə Allahdan rəhmət diləyirəm. Yerləri cənnət olsun. Onlar elə müəllim idilər ki, indi də elə müəllimlərimiz var. Allah'a çox şükür, yaxşı müəllimlərimiz var, amma o müəllimlər təmənnasız öyrədirdilər. Təmənnasız bizlərə doğru yol, bizlərə dərs öyrədirdilər, elm öyrədirdilər. Bildiklərindən, hətta bəzən bildiklərindən daha artıq bizə öyrədirdilər. Allah onların hamısına rəhmət eləsin. Yerləri cənnət olsun, ruhları şad olsun. Sağ olun. İnşallah yeni videolarda görüşərik. Allah'a emanet olun.